Bəzən maddi rifahın özü Allahın bir qəzəbidir. Bu nə sözdür? Quran buyurur bunu. Bəzən elə olur ki, zahirdə görsən filanı qəşəng yaşayır. Ya filan ölkələr qəşəng yaşayır. Əslində Allah ona qəzəb edibdi. Quran görək nə buyurur? Deyir, çünki ilahi xatırlamaları unutdular. Allahı ki unutdular. Allahın qanunlarını unudurlar. Allaha arxa çevirirlər, üsyan eləyirlər. Elə ki belə oldu. Allah buyurur ki, bütün şeylərin qapıların onların üzünə açırıq ki, onlar məst olsun. Elə ki artıq qayıdış yolu olmur. Allahı ümumiyyətlə unudurlar. Maddi rifahları çoxalır. Bunun mənası bu deyil, əstəğfurullah. Kimsə istəyir getsin, maddi rifaha görə Allahı unutsun. Yox. Yəni bir cəza olaraq Allah bunu buyurur. O insanlar ki, o cəmiyyət ki Allahdan üz döndərirlər, Allahı unudurlar. Allah bütün qapıları onların üzünə açır ki, maddi cəhətdən, dünyəvi cəhətdən bunlar rifahda yaşasınlar. Maddi cəhətdən rifahda yaşayırlar və məst olurlar. İnsan ki artıq məst olandan sonra dəyərləri unudur.